restoran və toy repertuarı tapdalayıb, daha da üstünlük qazanır. Musiqi heç vaxt bayaqlaşmır. Musiqini işləyən adamlar, onların təfəkkürləri, onların zövqləri ya yüksək olur, ya bayaq olur. Mən deyərdim ki, heç kəs öz yolunu tapmağa çalışmır, hamısı trendə qoşulmağa çalışır. Gündəlik həyatımızda, taksidə, radioda və sosial şəbəkələrdə tez-tez mahnılar eşidirik. Bu mahnıların bəziləri zövqsüz və bayağı hesab olunsa da, istəmədən yadda qalır və dilə düşür. Estrada aləmində son vaxtlar yaranan əsərlərin əksəriyyəti ritm üzərində qurulan müəyyən mahnımı deyək, əsərmi deyək. Yəni, müşayiəti əgər çıxarsan, dediyimiz mənfi fonoqramı çıxarsan, ortada melodiya yoxdur. Heç bir şey. Yəni, istəsən oxumağı bir şey qalmır orada. Əslində, hər bir dövrün öz populyar və bəsit musiqisi olub. Bugün texnologiyanın verdiyi imkanlar bayağılığın miqyasını genişləndirib. Bununla belə müəyyən auditoriya bu axına qoşulmur. Onlar daha çox zamanın sınağından çıxmış retro musiqilərə qayıdırlar. İşlədiyim sahə estrada aləmi gündə yeni cəryanlar dəyişir. Biz vaxt deyirik aydan bir, ildə bir dəfə nəyisənə. Hər gün nəysə yeni bir səs, yeni bir ifa, yeni rock qrup, yeni nə qruplar yaranır. Maraqlısı odur ki, hamısı da biri-birinə oxşuyur. Ancaq mən fikir verirəm, biz qayıdırıq hardasa ötən illərə. Musiqinin köhnəsi olmur. Hətta 15-ci əsrdə yazılsa belə Mozart olsun, Beethoven olsun, başqa dünya inciləri olsun, indi də sevə-sevə qulaq asırıq, ona görə musiqi köhnəlmir. Sadəcə zaman-zaman müəyyən yeni modalar əmələ gəlir ki, o modalara uyğun olaraq günümüzün insana təqdim etmək lazımdır. Musiqidə bayağılıq yalnız bəsit sözlərdən ibarət deyil. Bu anlayış eyni ritmlərin və məzmun baxımından dərinlik daşımayan mövzuların təkrarına əsaslanır. Bəs bu cür musiqi nümunələrinin geniş yayılmasının səbəbi nədir? Müasir dövrün tələbin nə cavab vermək, heç də gözəl iş görmək anlamına gəlib çıxmır. Çox vaxt olur ki, çox gözəl işlər alınır. Texnikanın inkişafı ilə, yeni müasir üsulların inkişafı ilə çox gözəl işlər alınır. Amma eyni zamanda da yaradıcılıq hissiyatının azalması, əsasən insanın zövqlərinin kompüterlaşması, robotlaşması məsələni biraz pis tərəfə aparır. Bilmirəm ki, indi belə bütün günü simfoniyanı dinləsinlər, bütün günü caz, bütün günü necə deyərlər, polifoniya dinləsinlər və yaxud da ki, muğam dinləsinlər, aşıq musiqiləri. Sadəcə Azərbaycan musiqisindən tamam başqa bir, uzaq bir məhfum deyərdim. Onlar onun elə bir acıdılar. Bazar bunu tələb edir fikri çox vaxt əsaslandırma kimi irəli sürülür. Ancaq unutmaq olmaz ki, dinləyiciyə əsasən eyni tip musiqi təqdim olunduqda onun seçim imkanları da məhdudlaşır. Keyfiyyətli musiqinin tanıdılması və təşviqi zəiflədikcə səthi və təkrara əsaslanan nümunələr adi hala çevrilir. Nəticədə bayağılıq tədricən norma kimi qəbul olunur. Bütün bunlara baxmayaraq sənətkarlar hesab edir ki, keyfiyyətli musiqiyə tələbat heç vaxt ölməyəcək. Rəşid Beybutov dedi ki, biz nədirdir, sənət aləmidir, o axar çaya oxşuyur. Gedir, zibilləri tulluyur sahilə, öz axını ilə gedirlər. Dedi, o zibillər hansı? Dedi, o zibillər həmin o zibillərdir ki, sənət aləmini puç eləyir. O viruslardır. Vaxt zamandan söhbət gedir ki, hər şey həlli var, xəl birdən keçib gəlib çıxacaq ora.